Böyük Qayıdış proqramı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işğaldan azad olunmuş ərazilərdə məşğulluq tədbirlərini davam etdirir. Cəbrayıl, Qubadlı, Zəngilan və Laçın rayonlarında Dövlət Məşğulluq Agentliyi tərəfindən əmək yarmarkaları təşkil olunub. Laçında 9 işə götürən 213 vakansiya təqdim edib. Onların sırasında həkim, elektrik, xəzinədar, aşbaz, sürücü, təsərrüfat işçisi, ofisiant, qeydiyyatçı, gözətçi kimi vakansiyalar yer alıb. Cəbrayılda isə 13 işə götürən 100-dən çox vakansiya təklif edib. Vakansiyalara elektrik mühəndisi, departament müdiri, şöbə müdiri, böyük məsləhətçi, mühasib, ambardar, kassir, satıcı, çilingər, bənna, rəngsaz, aşbaz, nəzarətçi, santexnik, qaz paylayıcı, stansiyada operator daxildir. Tədbirə qatılan sakinlərə vakansiyalar və məşğulluq tədbirləri barədə məlumat verilib.